Yəni mənim şəxsi münasibətim həkimin örnək və nümunə olması lazımdır. Həm təhsilimdən, həm davranışlarımdan, cəmiyyətdəki mövqeyimdən, şəxsi həyatımdan. Uşaq və yeniyetmə vaxtı həkim olmaq istədiyiniz anı necə xatırlayırsınız? İndi hiss etdikləriniz qürur hissidirmi, yoxsa peşmançılıq? Gözəl sualdır. Əlbəttə, yəni həkim, bayaq qeyd etdiyim kimi həkim ailəsində doğulduğum üçün başdan bəri həkim olmaq üçün proqramlaşdırdıq. O üzrə həyatımız oldu. Çünki anamız çox önəmli bir doktordur. Onların işin çətinliyini də gördük. Əlbəttə, indiki durumu düşünəndə biraz düşünərdim, amma yenə sualınızın cavabı, yenə təkrar həkim olur muydun? Bu qədər fədakarlığa rağmen yenə olardım deyə düşünürəm. Adətən psixiatra deyirlər ki, onun psixologiyası pozulmuş olmasın. Ev ustasından gözləyirlər ki, özünün də yaxşı bir evi olsun. Diyetologdan gözləyirlər ki, özü kök olmasın və formada olsun. Həkim üçün də insanlar belə bir fikir deyir ki, həkim xəstə olmamalıdır. Bu sözlə razısınız? Həkim özü xəstələnə bilərmi? Yenə başqa bir gözəl sualınız, təşəkkür edirəm. Yəni, mənim şəxsi münasibətim həkimin örnək və nümunə olması lazımdır. Yəni, örneğin, mən əgər bir xəstəyə sigaretin, alkoqolün zərərini anlatıramsa, bu zərərli alışqanlıqların mənim də istifadə eləməm lazımdır. Çünki xəstə sorur. Onun üçün nümunə olmam lazım. Həm təhsilimdən, həm davranışlarımdan, cəmiyyətdəki mövqeyimdən, şəxsi həyatımdan nümunə olmam lazım. Yəni, nə bilim, yaxşı təhsil almam lazım, mütaliə eləməm lazım, zərərli alışqanlıqlardan uzaq durmam lazım, idmanla məşğul olmam lazım, pozitiv düşüncəm lazım. Onun üçün sağlam bir həyat tərzi, sağlam bədən, sağlamlığı, sağlam düşüncəli olması lazım deyə həkimin düşünürəm ki, həm xəstələrimizə və ətrafa tələbələrimizə nümunə olmaq üçün.